Mən Elman Həsənov 1975-ci ildə Zərdab rayonunun Əlvənd kəndində anadan olmuşam. Kənd məktəbində orta, Mingəçevir şəhər texniki peşə məktəbində mühasibat uçotu üzrə təhsil aldım. 93-cü ildə rayon hərbi komissarlığı tərəfindən milli orduya çağırıldım. Gəncə şəhərində ümumi hərbi təlim keçdikdən sonra Qarabağa yollandım. Ağdərə rayonunun Həsənqaya, Çaylı, Talış, Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtərin Borsunlu kəndlərində torpaqlarımızın müdafiəsi uğrunda döyüşdüm. 94-cü ildə atəşkəs müqaviləsi bağlanmasına baxmayaraq, ermənilər tez-tez təxribatlar törədirdilər. Ordumuz düşmənə layiq olduqları cavabı versə də itkilərimiz olurdu. 95-ci ilin iyul ayında Tərtər rayonunun Borsunlu kəndində döyüş tapşırığını yerinə yetirərkən, mən də torpaqlarımızın müdafiəsi uğrunda şəhidlik zirvəsinə ucaldım.